yağış yağır, yaz yağışı damla damla gile gile bu yollara nur eleyi dayanmasın yaksın ele. Və əziz dostlar, yaxşı ki deyirəm, yumor hissimiz bizi tərk eləməyib. Deməli, belə, yəni maraqlı bir görüntü, deməli, yağış yağır, yaz yağışı, damla damla, gilə gilə. Amma bu, dediyim kimi, damla damla da olmadı, gilə gilə də olmadı və bizim şəhər belə intensiv, normadan artıq yağışlara nə qədər hazır olduğunu göstərdi. Buyurun. Ləman xan, bu sözdə deyəsən Guinnessin Rekordlar kitabına düşəcək, normadan artıq. Bu norma nə qədərdir görəsən? Və norma ümumiyyətlə necə ölçülür? Deyəsən, bunlar da Trump kimi deyir. Trump bilirsiniz də, deyirlər ki, Rusiya İrana kömək eləyir, biraz kömək eləyir. Məlumatım var, biraz kömək eləyir. Yəni, biraz kömək eləyir ki, Amerika əskərləri öldürülsün, biraz kömək eləyir ki, Amerikanın hərbi bazalarına zərbə endirilsin. Qayıdıram Bakıya. Mən nəyə görə deyirəm, Ləman xanım? Mən dünən də dostların verilişlərinin birində dedim, platformada dedim. Azərbaycan Qarabağ boyda bir problemi həll elədi. Yəni, dövlətimiz, xalqımız, ordumuzla bir yerdə bu problemi həll elədi. Biz təcili şəkildə Azərbaycanın daxili ilə məşğul olmalıyıq. Baxın, hansı məmuru tərpədirlər? Altından rüşvət, korrupsiya çıxır. Sanki bu günləri rüşvət, korrupsiyasız çalışan məmur özünə ayıb sayır ki, mən vəzifədə oturmuşam, mən niyə rüşvət almamalıyam, korrupsiya ilə məşğul olmamalıyam. Baxın, deməli... Masazırda yol çöktü. İndi deyəcəm. Salih Məmmədov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri vəzifəsindən çıxarandan sonra bir həftədir media deyir ki, bunun fəaliyyətində ciddi yeyintilər olub, 1 milyard. Fikir verin, artıq bilirsiniz necədir? Milyonla yox, milyardla danışır. Bəli, hətta o geri qalır. Niyə milyard olmalıdır ki? Trilyon olsa mən təəccüblənmərəm. Yeni sədr Vüsal Nəsirli. Bu kadrları da bilirsiniz Azərbaycanda bir xəstəlik yaranıb. Və siz məni tanıyırsınız, vəzifəyə mən gələn kimi, siz gələn kimi məni dərhal ixtisasım uyğun gəldi, gəlmədi, yəni fərq eləmir də. Əsas odur ki, vəzifəyə gəlsin. Vüsal Nəsirini heç bir ay deyil vəzifəyə təyin olunublar. Mətbuatdan oxuduğum qaynını gətirib özünə müşavir təyin edir. Əvvəla Azərbaycanda qanunlar var. Qohumlar bir yerdə işləyə bilməz. Bu bir. İkincisi də ki, bu rüşvət Azərbaycanın evi yıx. Azərbaycana nə erməni qalib gələ bilmədi, nə Rus nə qədər çalışır, qalib gələ bilmədi. Nəfsimiz qalib gəlir. Nəfsimiz, o keşədəki məsələ, silə bilirsə o bina ev dünən tikili. İndi Eldar Əzizovla, o Mikhailov, Azərbaycan, Zaur Mikhailov. Dünən gecə saatlarında getmişlər. Gediblər ora, belə də göstəriş verirlər, gecə ilə binanı sökülürlər. Yaxşı, mən sual eləyirəm. 2024-cü ildə Sabunçu rayonu ərazisində tuneldə 2 nəfər həyatını itirdi. Yadınıza gəlir də, biz studiyada da bu haqda danışdıq. Tədbir gördülər. Ən yaxşı tədbir nədir? Post-patrol xidmətinin avtomobilini qoydular ki, tunelə yenə avtomobil girməsin, hamısı da körpünün üstündəndir. Yaxşı, əgər siz... Heç kim məsuliyyətə cəlb olunmadı. Hətta o körpünü mən bu ötən günlərdə də elə burada dedim, bir Xəlil Göyüşov var, iş adamı, bir şikayətçi gəlmişdi ondan bura şikayət eləməyə. Təsəvvür, körpünü tikən adam da odur, bu bütün tenderləri udan adam da odur. Yəni bu adam, jurnalist sorğusu elədim, Üzeyir bəy, jurnalist sorğuma cavab vermədi. Gör nə qədər bu adamlar gör, mən pis ifadə işlətmək istəmirəm. Amma istənilən halda gör, pul bu adamları necə dəyişdirib ki, bunlar jurnalist saymırlar, bunlar deputat sorğularına cavab vermirlər. Dəfələrlə deputatlar oldu, burada deyirlər ki, sorğu göndərik, sorğuya cavab vermirlər. Gör, bunlar nə qədər daha pul bunların dəyişib, simasını dəyişib. Mən keçən ilin 9-cu ayında, indiyə kimi yadımdadır, bu Bakını bürüyən it sürüsü ilə bağlı müraciət elədim. Deməli, bizdə bir Azərbaycanda bir toplan, itlərə, nə bilim, qayğı bir mərkəzi yaradıblar. Orada yaxşı pullar silirlər. Deməli, mənim zəngimi qəbul elədilər. Özü, bax, fikir verin, görün, nə inəyiblər. Deməli, 1921 adlı bir qaynar xətt yaradıblar. Sən ona evdən zəng elə bilməzsən. Yalnız mobil telefon vasitəsindən zəng eləyirsən. Çağırır, səndən kontur gedir. Və sonra da ad boyur. Sonra da, yəni, belə deyək də, davay da svidaniya mahnısı.
Mən bir neçə gün cəhd elədim və orada həmin o xanımla danışdım. Dedim, rəhbərliyə çatdırın ki, bu itlər artıq evlərin girişinə hücum eləyirlər. Baba indi studiyaya gələndə Ötən gün də statistika paylaşmışdılar ki, Belasuvarda deməli bir ay ərzində görünür neçə hadisə olub. Mən çox arzulayıram ki, o itlər bir gün Bakı şəhər icra hakimiyyətinin başçısını, mavinini və yaxud da hansı rayonun icra başçısını bir yaxşı yerindən tutsun, ondan sonra ağlı başına gəlsin. Açıq deməyiz. Bəs nə deyim, Ləman xanım? Biz bu günləri yağışdan danışırıq. 2 il bundan qabaq olan problem indi də durur. Mən keçən ilin 9-cu ayında, indi də biz 4-cü ayında, 4 ay buradan, 3 ayda orada, 7 aydır itlərin sayı, hesabı yoxdur. Binəqədi rayon icra hakimiyyətinin başçısı, nədir, Toğruldur, Allah verdi, nədir, Allah verdi. Nə işə baxır? Deməli, gəlir orada, o Dəmirgül metrosunun qabağında bir şəhidlərə bir memorial təşkil ediblər. Polislər orada hamısını, belə deyək də, əhatəyə alırlar. Gəlir orada 15-20 dəqiqə, yarım saat iştirak edir, çıxıb gedir. Mən şəxsən Binəqədi sakini olaraq xəcalət çəkirəm. Ləman xanım, şəhərdə mənim qonağım gəlmişdi bu yaxınlarda tələbə yoldaş. Mən utandığımdan o itləri gördüm, mən başa düşürəm. İt də olar, yəni necə deyirlər, pişik də olar. Bu sürü ilə. Olsun, təhlükəsiz olsun. O Türkiyədəki kimi tutaq ki, nə bilim, qulağında bir kas olsun, bələdiyyə qəşəng yem versin ki, it heç yanından belə sakitcə keçsin, çünki qarnı toxdur, insana hücum eləməsin. Hər halda bütün bunlar olar, amma haqlısınız. Amma qayda su basmış. Qaydıram. O kollektorun üstündə tikilən ev, ötən günlərdə elə biz danışdıq, dedik ki... Nizami rayonu Rəşid Bağırov küçəsi 36 ünvanda. Orada mənim yaxın qohumlarım da yaşayırlar. Mən ora dəfələrlə gedəndə də, gələndə də, təkcə o deyil. Bizdə bu günləri xeyli sayda, bizdə problem olmayınca tədbir görülmür. O kollektorda hadisə baş verməyincə o bina qalacaqdı orada. Necə ki, neçə illərdir qalıb. İndi də digər ərazilərdə vaxt vardı biz Xırdalana gedəndə o Sulutəpə istiqamətində, mən 80-90-cı illəri deyirəm. Ləman xanım, orada boş sahələr idi. İndi orada bir yanğın olanda, orada Allah üzümüzə baxıb ki, o yanğın orada, belə deyim də, şükürlər olsun ki, insanlar haradasa qoruyurlar, amma istənilən halda hadisə olur. Ora yanğın söndürən avtomobilin və yaxud da ki, təcili tibbi yardım avtomobillərinin yaxınlaşması mümkün deyil. Binaları bir-birinin içində deməli yerləşdiriblər. Masazır eyni vəziyyətdə. Nə bilim, Sumqayıtın ətrafı eyni vəziyyətdə. Yavaş-yavaş Bakıdan çıxırsan, baxın, Qaradağ ərazisi də eyni vəziyyətdə, Ləman xanım. Olmaz. Biz şəhəri, baxın, mən keçən dəfə bir məsələ qaldırdım. İndi sizin platformada deyildi, digər platformada. Dedim, bugün də bunlar yaxdıblar, elə Fövqəladə Hallar Nazirliyi, Bakı şəhər icra hakimiyyəti. Siz Bakıda bir dənə sığınacaq görmürsünüz indiyə qədər? Yox. Haradadır o sığınacaqlar? Var ya, onlar sənəd üzərində var. Orada striptiz klublardır, üzr istəyirəm sizdən, gecə barları da belə deyil, adlarını demək lazımdır. Orada restoranlardır, orada marketlərdir, orada kiminsə nə bilim nəyidir. Qardaşım, sabah bir təhlükə olacağı təqdirdə bu Bakı əhalisini haradasa başa düşdükdə müəyyən hissəsi metroda daldalana biləcək. Və yerdə qalanı nə edəcək? Başına yorğanı çəkəcək. Sumqayıt, Gəncə, Lənkəran, nə bilim, Zaqatala və digərləri sənəd üzərində idealdır. Böyük hörmətim var Kəmaləddin müəllim Heydərova. Fövqəladə Hallar Naziri kimi. Çünki çox işlər görür. Amma yerlərdə, bilirsiniz, sənəd üzərində əladır. Təlimlər də keçirilir, təxliyə də olunur, nə bilim, o iş, bu iş. Neçə illərdir mən Bakıda yaşayıram. İndi təxris olunandan sonra da belə əvvəllər xidmətlə əlaqədar Sovet dönəmində, yəni ayrı-ayrı şəhərlərdə, amma bu günləri Bakıda problemlər şişə-şişə gedir. Və bizim məmurlar da şişirlər. Niyə də şişməsinlər? Maşallah, gələndə belə normanazi oğlandır, biraz sonra ikinci mərtəbə buxaq yaranır, üçüncü mərtəbə buxaq yaranır, sonra da yerində dönə bilmir. Sonra deyirlər, vay, tutdular.